Python-da yazılmış proqramın icrası zamanı girişə 3 daxil edilərsə nəticəni müəyyən edin. Baxaq. Deməli bizdə baxın alqoritmimiz buradan başlayır. X-a 3 daxil edilir. Y-ə isə X-in mətn formatı daxil edilir. Yəni sətir forması daxil edilir. Yəni 3 elementi daxil edilir. Simvolu. Və burada dövr başlayır. Dövr deyirəm. Funksiya icra olunur. Funksiyada deyir ki Y göndər, sonra X göndər. Deməli, buradakı X-in yerinə Y göndərilir. Y yerinə isə X göndərilir. Baxın, funksiyaya əsasən baxsaq, deməli, X-in qiyməti olur 3 simvolu, Y-in qiyməti olur 3. Sonra deyir ki, A bərabərdir, bir dənə də A daxil edib, deyir, A bərabərdir, sətir Y-in üzərinə 5 gəl. Yəni ki, sətir Y. Baxın, bunu əvvəlcə sətri çevirir, 3-ü. Sonra üzərinə 5 gəlir. Yəni ki, 3, 5 simvol yığınını alır. 3, 5. Daha sonra isə deyir, Y bərabərdir, X üstəgəl A. Yəni ki, Y bərabərdir 3, üstəgəlinsin 3, 5. Yəni ki, simvol olaraq Y bərabərdir artıq 3, 3, 5 simvollarının birləşməsinə. Sonra ki, return, qaytar X üstəgəl Y-i. Qaytardıqda nə edəcək? X üstəgəl Y də baxın bu formadadır. 3, üstəgəlinsin 3, 3, 5. Yəni ki, yekun nəticə olaraq nə qayıdır? 3, 3, 3, 5 simvolları qayıdır. Və burada da çapa göndərildiyi üçün həmin funksiyanın qiyməti yekun nəticə olaraq 3, 3, 3, 5 bizdə yekun nəticəmiz olur.